Bismillahirrahmanirrahim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Habibina habibi abil qasim Muhammed ve ala alihi tayyibin tahirinel ma'suminel muntecebin. Xoş gördük sizləri. Əziz Əhl-i Beyt əleyhissalatu vesselam aşiqləri, qardaş və bacılarımız. Bugünkü dərsimizdə inşallah tez dərsi bəhsimizə keçək ki, vaxt itirməyək. Keçən dərslərimizin, bəhsimizin davamıdır. Bildiyimiz kimi biz dedik ki, elm elə elmin o nurlu, o əzəmətli, o nüvəsi, özülü İslamdır. Bəs insanı da hər bir hərəkətdə agah olmağa çağıran da elə İslamdır. İslam istəyir ki, insan hər bir etiqad və ideologiyasını, əxlaq və əməllərini elmi əsaslarla əsaslandırsın. Hansı elm və hansı agahlıq? Bu çox önəmlidir, əziz qardaş və bacılarımız. Elm iki cürdür. Zərər verən elm və faydalı elm. Siz inşallah fikir edirəm ki, Qur'an-ı Kərimdə bu ayəyə gəlib rastlaşmısınız. Mən çalışıram ki, mübarək ayələrdən istifadə eləsəm də, ehtiyac olmasa, Azərbaycan dilində onu sizin xidmətə çatdırım. Həzrəti Süleyman əleyhissalatu vesselam barəsində orada Allah Teala söhbət açır o mübarək ayədə. Buyurur ki, Süleyman kafir deyil. Süleyman mümin bir şəxsdir. Allahın peyğəmbəridir, yəni öz dilimizdən desək. Və o dövrdə insanları cadu və tilsimlər öyrədən Süleyman deyildi. Süleymanla, Həzrəti Süleyman əleyhissalatu vesselamla üzbəyiz dayanan batil şeytanlar və şeyatin idi ki, cəmaata seyr-i cadu öyrədirdilər ki, onlar batil əqidələrdən istifadə eləsinlər və bir-birlərinə zərər versinlər məqsədə uyğun şəkildə. Bəs deməli, əgər hansı elmin faydası var və hansı elmin zərəri var, biz buradan bilirik ki, mübarək ayədə Allah Teala bizə bunu belə qeyd edir ki, bizə çatdırır ki, elm iki cürdür, faydalı elm və faydasız elm. Faydalı elm odur ki, sənə elmlə bahəm Allah'a da xatırladır, yəni Allahın müqabilində qoymur səni, Allahla müqabilə, Allahla müharibəyə səni hazırlaşdırmır. Əksinə, Allahdan imdad alıb, onun yolunda qurbətən ilallah, xəlqinə xidmət eləyəsən deyənə, iş görməyə, elm dərsi almağa və tədris eləməyə səni sövq eləyir, sənə kömək edir. Buna görə də bu etiqad, bu ideologiya sağlam ideologiyadır və sağlam etiqaddır. Amma bundan qeyrisi isə sağlam deyil, zərər verici bir etiqad və ideologiyadır. Buna misal olaraq biz Bə'ləmi Bağuranı sizə misal vura bilərik. Həzrəti Musa əleyhissalatu vesselamın dövründə olan Bə'ləmi Bağura. Bildiyimiz kimi ismi əzəmdən, yəni o elmdən özünə xas, öz zərfiyyəti qədər bilirdi. Allah ona öyrətmişdi. İş o yerə gəlib çıxdı ki, şeytanlar və şeytan cismində, insan cildində olan o şeytanlar və o fasiqlər Bə'ləmi Bağuranı ələ aldılar və ondan Hz. Musa əleyhissalatu vesselam barəsində nifrin, qarğış etməsini istədilər. Və onlar üçün, o əmin şəxs üçün də çoxlu miqdarda bunun müqabilində o dövrdə dəbdə olan pullar, vəsaitlər və qızıllar nəzərdə tutdular və onları çatdırdılar Bə'ləmi Bağuraya. Bə'ləmi Bağura o yerə gəlib çıxdı ki, o boyda dahi bir insan o yerə gəlib çıxdı ki, bunların fitnə fəsadına aldandı və münacat eləmək üçün, yəni nifrin Allahdan istəyib Hz. Musa əleyhissalatu vesselama qarğış etməsi üçün yola düşdü. Ulağına ki savar olanda, mərkəbinə ki minəndə hərəkət etmədi onun. O heyvan hərəkət eləmədi.
Allahın əmri ilə. Və məqsədə çatmadan fasik formada, kafir formada dünyadan köçür, cəhənnəmə vasil olur bə'ləmə bağıra. Bax görürsünüz, əgər o elmin ki, başında, öndə İslam, təslim, ruhaniyyət və nuraniyyət və fitrət, Allaha məhəbbət durmasa, o Allahın müqabilində dursa, həmişə cəhənnəmə vasil olacaq və həmişə belə deyək, uduzacaq və heç vaxtda qələbə çalınmaz. Qısa bir formada, qısa bir belə deyək, zaman ölçüsündə ehtimal var. Məsələn, qalib gəlsin. Məsələn, Hz. İmam Hüseyin əleyhissalatu vesselamı şəhadətə çatdıran o məlunlar, bildiyiniz kimi, qısa müddət zahirən qalib gəldilər. Amma batinən isə İmam Hüseyin əleyhissalatu vesselamı bugünkü gündə bütün dünya o haqda danışır, Həzrətin haqqında danışır və onun yaxşı insan olduğunu hamısı təsdiq edir. Allah sizə və bizə izzət versin. Assalamu aleykum və rəhmətullah.